Herkese salam. Bugünkü test izahım dim İngilis dili 6. sinifdən olan səhifə 37-də olan testin izahıdır. Əvvəla onu qeyd etmək istəyirəm ki, kanalımda dim 5-ci sinif dim İngilis dilinin bütün test izahları var. Bütün bir-bir hamısını izah etmişəm və indi 6-cı sinif izah edirəm. İnşallah Allahın izni ilə 6-cı sinif bitdikdən sonra 7-ci sinif izahlarında davam edəcəm. Ona görə də izləmədə qalın, kanalıma abunə olun, başqalarla bölüşün ki, hər kəs faydalana bilsin. Səhifə 37 6-cı sinifdən davam edirəm. Bilirik ki, birinci vərəqdə bizdə dinləmə hissəsi olur və hər dərs təkrar deyirəm, yenə də deyirəm. Dinləmə İngilis dilinin ən asan hissəsidir. Səhvsiz etmək istəyiriksə, suallardan tanış olmalıyıq, daha sonra dinləməyə qulaq asmalıyıq. Bu şəkildə etdikdə əmin olun ki, hamısını düzgün yazacaqsınız. Birinci sualdan başlayıram. Deməli, birinci sualda deyir ki, mətn nədən bəhs edir, yəni dinləmədə nədən bəhs edir? Fun and active things to do during a holiday. Bayram ərzində əyləncəli və aktiv şeylər etməkdən bəhs edir. Ona görə də bir də cavab olacaq D. İkinciyə baxıram. Which holiday activities helps people relax and teach patience? Hansı bayram aktiviteləri kömək edir insana rahatlamağa və insana səbr öyrədir? İkidə cavab olacaq fishing, yəni balıq tutma. Bəli, balıq tutma həm rahatlaşdırıcıdır, həm də insana səbirli olmağa öyrədir ki, hansı ki biz burada balığın tutmasını gözləyirik, səbir edirik və bu yaxşı aktivitedir. İkidə cavab olacaq C variantı. Üçüncüdən davam edirəm. People go on safari because insanlar safariyə gedirlər çünki deməli onlar vəhşi həyat haqqında öyrənməkdən ləzzət alırlar və onlar təbiətdə heyvanları izləməyi xoşlayırlar. Cavab olacaq 2 və 3. Üçüncü testdə. Safari yəqin ki bilirik nədir? Heyvanlar aləminin vəhşi həyatın, yəni biri var zooparka gedib heyvanlara baxırıq, bir də var ki, yəqin ki görmüsünüz kinolarda belə Niva kimi maşınlar olur, amma üstü açıq. Orada gedirlər insanlar, fotoqraflar şəkil çəkirlər və heyvanlara baxırlar. Yəni heyvanlar, şirləri, filləri, zürafələri və s. Yəni vəhşi heyvanlara yaxından baxmaq. Üçüncüdə cavab olacaq A variantı. Sonra dördüncü testə davam edirik. 4.1. Fishing is a loud and fast holiday activity. Balıq tutma hay-küylü, yəni səs-küylü və sürətli bayram aktivitesidir. Səhvdir, tam əksinədir. Balıq tutmaq sakitçilikdir və yavaş bir aktivitedir. Çünki balıq tutanda biz hansı yüksək səs ehtiyacımız olur ki, yəni məsələn biri var partiləmək, partidə yüksək səs olur. Qonaqlıqda, partidə və yaxud da ki başqa aktivitelərdə, məsələn futbolda görürsünüz səs-küylü olur. Amma balıq tutma səs-küylü deyil. Sakitdir və yavaşdır. Burada yazıb fast, fast sürətli deməkdir, tam əksidir. Ona görə 4.1-də cavab olacaq B, yəni false. 4.2-dən davam edirəm. 4.2-də deyir ki, horse riding makes people feel close to nature. Deyir, at minmək insanları təbiətə yaxın hiss elətdirir. Close sözü həm bağlamaq deməkdir, həm də yaxın deməkdir. Yəni deyir, at minmək insanları təbiətə yaxın hiss elətdirir. Düzdür, çünki at da bir heyvandır və at sürməyə bacarmaq insana təbiətdə, yəni doğanın içində hiss elətdirir. Ona görə 4.2-də cavab olacaq A. 4.3-ə baxıram. Boating is done on the road. Deyir, qayıq sürmək küçədə olur, küçədə edilir, yəni səhvdir. Təbii ki də boating harda olur qayıq sürmək? Okeanda, çayda, dənizdə və s. Ona görə 4.3 oldu B. 4.4-ə baxıram. Safaris can help people learn about animals. Safarilər insana heyvanlar haqqında öyrənməyə kömək edir. Bəli, bu da düzdür. Bayaq safarinin nə olduğunu izah elədim. 4.4-də olacaq A. Deməli 1D, 2C, 3A, 4.1B, 4.2A, 4.3B, 4.4A olacaq. Növbəti 5-ci testdən davam edirəm. 5-ci testdə, 7-ci testə daxil olmaqla kiçik mətnlərdə bu hissələri oxuyub tərcümə edirik və mətnin nədən bəhs etdiyi haqqında bizdə fikir formalaşır. Baxaq. Hi Simona. Salam Simona. I hope you are doing well. Ümid edirəm ki, sən yaxşısan. Hər şey yaxşıdır. I found a great place by the lake where we can relax, read books and enjoy nature. Mən gölün yaxınlığında bir əla bir məkan tapmışam. Harada ki biz relax ola bilərik, yəni rahatlaya bilərik, kitab oxuya bilərik və təbiətdən ləzzət ala bilərik. It's quiet and perfect for peaceful holiday. O sakitdir və sülh üçün əla bir yerdir. Əla yerdir, yəni tətil keçirmək üçün. Let me know if you are free to go together. Yəni icazə ver mənə bileyim
Qoy bileyim, belə deyək, qoy bileyim, əgər sənin boş vaxtın varsa birlikdə getməyə. Yəni birlikdə getməyə boş vaxtın varsa, mənə bildir. Bess Adelia, yəni bu da deyir, ən böyük arzularla Adelia deyən Adeliyadır. Deməli Adelia nə ağarır? Simonu dəvət edir tətildə bir yerə getmək üçün. 5-də cavab olacaq B. 6-ya baxıram. Hey Mark. Salam Mark. I hope you are doing great. Ümid edirəm ki, səndə hər şey yaxşıdır. I find a quiet beach town where we can relax, enjoy the sea breeze. Mən sakit bir çimərlik tapmışam şəhərdə, harada ki biz dincələ bilərik və dəniz küləyindən ləzzət ala bilərik. It's a perfect place to escape the busy life for a while. Bu əla bir məkandır. Yəni məşğul həyatımızdan yoxa çıxmaq üçün. Yəni şəhər həyatında yaşayırlar, hər yer səs-küylüdür, məşğulluqdur. Yəni bu həyatdan yoxa çıxmaq üçün, yəni aralanmaq üçün yaxşı bir məkandır. Would you like to join for me relaxing times here? Orada mənə, yəni o dincəlmək üçün relaxing time-dir. Orada dincəlmək üçün mənə qoşula bilərsən, qoşulmaq istəyərdin. Yəni would you like istəyərdi mənə qoşulmaq. Tehlikəyə qayğılarla Lili. Deməli Lili nə edir? Markı dəvət edir çimərliyə dincəlmək üçün. 6-da cavab olacaq A. 7-yə baxıram. Hi Emma. Salam Emma. I have found the perfect weekend place to rest in the mountains. Mən mükəmməl həftə sonunda dincəlmək üçün dağlarda mükəmməl bir yer tapmışam. It is peaceful and has beautiful paths for hiking. Bura çox sülhlü, yəni sakitçilik olan və gözəl cığırı olan yerdir hiking etmək üçün. We can spend the day exploring and evening relaxing by the fire. We can spend the day. Biz bir gün sərf edə bilərik, yəni ətrafı kəşf etmək üçün və axşamlar isə alovun qırağında dincələ bilərik, yəni sakitləşə, rahatlaşa bilərik. Let me know if you are interested. Qoy mənə, əgər maraqlıdırsa bu sənə, mənə bildir. Best Sofia, arzularla, ən yaxşı arzularla, yəni Sofia. Deməli Sofia nə ağarır? Sofia Emmanı dəvət edir. Deməli bir həftə sonunda bir sülhlü vaxt keçirmək. Peaceful sözü, peace sülh deməkdir. Peaceful yəni sülhlü olan. Sülhlü olan nə deməkdir? Yəni həftə sonu sakitçilik, sülhlü, yəni dincəlmək üçün bir vaxt keçirmək üçün dəvət edir. 5-də cavab oldu B, 6A, 7A. 8-ci testdən davam edək. Burada mətni oxuyuruq, tərcümə edirik və tərcümə etdikdən sonra altında düzgün cavabları seçirik. 8-ci testdən başlayıram. Düzgün bəyanatları seçək. Mən seçmişəm 1 və 2. Some people enjoy reading or playing board games during holiday. Bəzi insanlar ləzzət alırlar. Deməli, kitab oxumaqdan və board game oynamaqdan, yəni board game, məsələn, kartlar, duraki, domino və s. board game oynamaqlardan bayram ərzində. Və 2. A quiet home helps you relax during holiday. Sakit ev sənə bayram ərzində rahatlamağa, yəni rahat dincəlməyə, relax olmağa kömək edir. 8-də cavab olacaq 1 və 2. 9-da deyir mətn nə haqqındadır? Tips for planning a fun and relaxing holiday. Tips yəni tiyolar. Deməli, əyləncə planlamaq və bayram ərzində dincəlmək üçün tiyolar verir mətn. Mətndə yəni bizə tiyolar verir ki, seçimlər verir ki, bayramda nələr etmək olar. Əgər səs-küyü xoşdursunuzsa nə tip aktivitelər işlədin, əgər dincəlmək istəyirsinizsə nə tip aktivitelər işlədə bilərsiniz, yəni eləyə bilərsiniz. Ona görə 9-da cavab olacaq C. Ona baxıram. What are some activities people enjoy during the holidays? Hansı aktivitelər var, yəni insanların bayram ərzində etməyə? O aktivitelər hansılardır? Mətnin içində dediklərindən biri olacaq watching movies, kinoya baxmaq. Onda cavab oldu B. 11-ə baxıram. The first step in planning a holiday is. Deməli deyir ki, bayram planlamağın birinci addımı odur ki, mən seçmişəm 2 və 3. Choose what kind of holiday you want. Seç birinci nə tipi bayram istəyirsən sən, yəni dincəlməyə mi bayram istəyirsən, yoxsa şəhərləri kəşf etmək üçünmü bayram istəyirsən, yoxsa partiləmək mi istəyirsən? Və 3. Deciding if you want to rest or enjoy hobbies. Və sən qərar verməlisən ki, dincəlməyə mi getmək istəyirsən bayrama, yoxsa öz hobilərini mi etməyə? Bu nə deməkdir? 11-də cavabı seçmişəm 2 və 3. Bu nə deməkdir? Gəlin birlikdə araşdıraq bu mətnin mahiyyəti nədir?
Baxın, biri var ki, siz İtaliyada olmamısınız, İtaliyaya gedirsiniz, İtaliyanın şəhərlərini kəşf etməyə, orada olan maraqlı yerləri görməyə, Roma getməyə və s. Biri də var ki, siz dincəlmək istəyirsiniz və dincəlmək istəyirsinizsə siz gəzməyəcəksiniz də. Siz lazımdır ki, dəniz, günəş, uzanmaq, dincəlmək, masaj eləmək və s. Ona görə yəni ondan bəhs edir ki, birinci addım odur ki, siz qərar verin, hansı şeylər eləmək istəyirsiniz, yəni dincəlmək mi istəyirsiniz, yoxsa gəzməkmi? 12-ci testdən davam edirəm. Burada artıq biz yanlışları seçməliyik. Yəni mətndə nəyi deyirsə onları çıxırıq, yerdə qalan variantları seçirik. Mən yanlışları seçmişim 2 və 4. 2-də deyir ki, planning a holiday is good without any schedule. İkincidə deyir ki, hansısa bir bayramı hər hansı bir cədvəl olmadan planlamaq. Schedule sözü cədvəldir. Without sizsiz, yəni deyir bayramı cədvəlsiz planlamaq. Təbii ki, bu yaxşı deyil. Cədvəl qurmamış necə bayram planlaya bilərəm? Siz cədvəl qurmalısınız ki, büdcəniz nədir? Xaricəmi getmək istəyirsiniz? Öz ölkəmizdə mi qalmaq istəyirsiniz? Mütləq siz bir planınız olmalıdır. Ona görə 2 yanlışdır və biz yanlışları axtarırıq. Bir də mən 4-ü seçmişəm. You should never plan for holidays earlier. 4-də deyir ki, sən heç vaxt bayramı daha öncədən planlaşdırmamalısan. Bu da səhvdir. Əksinə, öncədən planlaşdırılmaq daha yaxşıdır. Ona görə bizə də yanlışlar istəyir və mən yanlışda 2-4-ü seçmişəm. Deməli, 8-ci test oldu. A, 9C, 10B, 11A, 12, 2, 4. 13-cü testdən davam edirəm. Biz burada deməli cavablara baxırıq və görürük ki, bizdə mətn testlər nədən istəyir. Deməli, baxan kimi there is görürəm. There is, there was, there were, vardır deməkdir. Deməli, deyir ki, deməli, bir dənə yekə tort. Bir dənə yekə tortdan söhbət gedirsə, deməli təkdir. Təkdirsə, were ola bilməz, are ola bilməz. Ona görə B və D variantlarını silirəm. Z-yə has deyə bir birləşmə yoxdur. E variantında silirəm. Cavab olacaq ya A, ya da C. Çünki bir tortdan söhbət gedirsə, keçmiş zamandadırsa was, indiki zamandadırsa is. Gəlin indi cümləni analiz edək. Bu səhər stolun üstündə tort vardır, yoxsa bu səhər stolun üstündə tort var idi? Təbii ki, bu səhərdən söhbət gedirsə, o səhər olub bitib. Ona görə deyirik ki, bu səhər stolun üstündə böyük bir tort var idi. Yəni, bu səhər stolun üstündə tort, amma desək ki, stolun üstündə tort var. Əgər bu səhər sözünü yazmasa, biz izlə seçə bilərdik. Amma bu testdə cavab olacaq A. 14-cüyə baxıram. Some noisy children. Biraz, bir qədər, bəzi səsküylü uşaqlar. Söhbət nədən gedir? Uşaqlardan. Vardır səsküylü uşaqlar zalda indi. Cümlənin sonunda now verib indi. Əgər indi veribsə, deməli indiki zaman seçməliyik. Ya is, ya da are. Amma söhbət uşaqlardan gedir. Uşaqlar cəm olduğu üçün 14-də cavab olacaq are. Yəni D. 15-ə baxıram. I need to find Julia. Mən Julia'nı tapmağa ehtiyacım var. Mən by mistake səhvən deməkdir. Mən səhvən onun jaketini götürmüşəm. Julia qız adı olduğu üçün mən götürmüşəm onun jaketini. Qadın cinsində onun nə olacaq? Her. A variantı. 16. Many books on the floor when she came in. Deyir ki, var idi kitablar döşəmənin üstündə o gələndə. Deməli, ikinci tərəfə diqqət edin. Baxın, burada come yazmayıb, came yazıb. Came, come'ın keçmiş zamanıdır. Come, came, come. O gələndə. O gələndə stolun üstündə və döşəmənin üstündə kitablar var idi. İkinci tərəf came'dir deyə biz birinci tərəfi də keçmiş zaman seçməliyik ki, cümlə uyğunlaşsın. Ona görə söhbət də kitablardan getdiyinə görə cəm olduğu üçün biz were seçirik. Yenidən izah edərəm. Bu tərəfdə came var. Came keçmiş zamandır. Gəldi, o gələndə. Keçmiş zaman olduğu üçün biz birinci tərəfi də keçmiş zamana aid seçməliyik və söhbət də burada kitablardan getdiyinə görə, kitablar da cəm olduğuna görə was olmur, were olur. 17-yə baxıram. Vardır bir dənə güzgü divarda, hər yerdə indi. Aha, cümlənin sonunda now var, indi. Now indi deməkdir. İndidirsə deməli indiki zaman seçməliyik. Söhbət isə bir güzgüdən gedir. Bir güzgüdən gedirsə iz olacaq. Əgər güzgülər desə are olardı. 17-də cavab oldu A variantı. 18-ə baxıram. Mənim nənəm bir dənə qədim kənddə nə edir? Yəqin ki, yaşayır mənim əmim ilə. Deməli, nənəsi kənddə əmisi ilə yaşayır. Grandma nədir? Nənə. Aha.
Nənə nədir? She. Feillər hidə, şidə, itdə es qəbul edir. My grandma lives in an old village with my uncle. Mənim nənəm qədim bir kənddə əmim ilə yaşayır. 18-də cavab olacaqdır. 19-a baxıram. 19-da nədir? 19-da sözlərin definitionlarını tapmalıyıq. Definition yəni izahını, mənasını və uyğunlaşmalıyıq. Skate park o parkdır ki, harda biz burada skate eləyə bilərik. Skate də nədir? Belə birlikdə skuterlar olur, taxtanın üstündə o yüzden bu yüzden sürüşürlər, 4 təkərli odur. Skate park yəni orada sürüşmək üçün təşkil olunmuş bir park. A special place where people ride skateboards. Bir oldu bu. 2-yə baxıram, kayaking. Kayaking çox maraqlı bir aktivitedir. Mən də kayaking eləmişəm xaricdə olanda. Deməli, kayaking nədir? Belə kauçukdan upuzun qayıqlardır, kayaklardır və bir nəfərlik olan da var, 2 nəfərlik olan da var. Çox uzundur. Ən önəmli şey odur ki, dengəni saxlaya biləsən və yıxıla bilməyəsən. Çox maraqlı olur. Mən Minnesota ştatında qalmışam və orada mənim ştatımda 10 mindən çox göl var idi deyə kayaking Minnesota ştatının ən favori aktivitələrindən idi. Yəni ən çox edilən şeylərindən biri idi. Çox maraqlıdır. İnternetdə yazsaz görə bilərsiniz. Kayaking yazan şəkillərə baxın Google-da. Görəcəksiniz, çox maraqlı bir aktivitedir. Yəni kayak odur ki, biz deməli su aktivitesidir. Haradakı balaca qayıqlardan, mən mindiyim əslində balaca qayıq deyildi, çox böyük bir qayıq idi. Yəqin ki, balacaları da var. Mən görməmişəm. Deməli su aktivitesidir. Haradakı biz balaca qayıqlardan avar çəkirik. Deməli 1B, 2C, 3-ə baxıram safari. Safarini bayaq izahlədim. To thrift to watch wild animals in nature home. Deməli vəhşi heyvanları izləmək üçün səyahət etmək onların öz natural evlərində. Yəni bir var zooparka gedib baxırıq, bir də var türklər demişkən vəhşi doğanın içində gedib heyvanları izləyirik. Deməli 1B, 2C, 3A doğru cavab olacaqdır. 20-ciyə baxıram. 20-ci testdə biz mətn qurmalıyıq. Mətn qurmağı sizə izah etmişəm, necə işlədirik. Cümlə quruluşu belədir. Mübtada, xəbər, tamamlıq və digər cümlə üzvləri. Baxaq, mübtada nədir? They, onlar. Xəbər nədir? Enjoy, ləzzət aldılar. Nədən tamamlıq axtarırıq? Watching elephants. Yəni filləri izləməkdən nə vaxt? On the safari, safaridə. Yer zərfi cümlənin sonunda. Mübtada, xəbər, tamamlıq və axırda zərflik. 5, 4, 3, 1, 2 və 6. 20-də cavab olacaq Y variantı. 21-ə baxıram. Düzgün cavabı seçməliyik. Qısa cavab verir. Was he at the zoo last weekend? O zooparkda idi keçən həftə sonu. Yes, he was. Bəli, elə idi. Elə 21-də düzgün cavab adı. Gəlin yenə də digər variantlara baxaq. Were she at school? Aha, she-dən were olmur, was olur. Ona görə B variantı səhvdir. C-yə baxıram. Is they? They-dən is olmur, are olur. Səhvdir. D-yə baxıram. Was he your brother last year? O keçən il sənin qardaşın idi. No, he isn't. Bu tərəfdə was veribsə, cavabda da no, he wasn't yazmalı idi. Ona görə D variantı səhvdir. G-yə baxıram. Was we? We-dən was olmur, were olur. Tekrar yadımıza salaq. Hidə, şidə, itdə indiki zamanda iz olur, qalanlarında ar. Keçmiş zamanda hidə, şidə, itdə voz olur, qalanlarında vör. Bu testdə ona aiddir. 21-də cavab oldu A. Deməli 1A, 13A, 14D, 15A, 16B, 17A, 18D, 19D, 20E, 21A və 22-dən davam edək. 22-də 21-in eynisidir. A variantına baxıram. Was there any monkeys? Monkeys sözü meymunlar deməkdir. Meymunlar cəmdədirsə, A variantında was yox, were olmalıydı. A variantı səhvdir. B variantına baxıram. Were there a horse? A horse sözü təkdədir. Ona görə were there yox, was there olmalıydı. C variantına baxıram. Was there a bird in the room? Otaqda quş var. Bir quşdan söhbət gedir və was-dur, düzdür. Yes, they was, bəli var idi. C variantı düzgün cavabdır. D variantına baxıram. Milk. Milk sözü sayıla bilməyən isimdir. Ona görə were olmur, was olmalıdır. D variantında. E variantına baxıram. Pencil sözü karandaşlar deməkdir, cəmdədir. Ona görə was yox, were olmalıydı. 22-də E variantında. Ona görə düzgün cavab oldu. C variantı. 23-ə baxıram. 23-ə baxıram. To visit and explore places of interest, especially while traveling. Deməli, baş çəkmək və yaxud da ki, kəşf eləmək maraqlı yerləri, xüsusilə də səyahət vaxtı. Bu nə olacaq? Görməli yerlər. Görməli yerlər sözü sightseeing. A variantı camping ilə kamp eləməkdir.
B variantı countryside, yəni şəhər ətrafı, kəndlərə səyahət etməkdən söhbət gedir. D variantı historic center, yəni tarixi mərkəzlər, yəni muzey kimi yerlər. Y variantında isə street market, küçə marketi. 23-də cavab olacaq görməli yerlər, yəni sightseeing. Əgər bu sözü bilmirsinizsə, mütləq şəkildə lüğət dəftərinizə yazın və öyrənin, çünki çox istifadə olunan mətnlərdə qabağımıza çıxa biləcək bir sözdür. 24-də baxıram, altından xətt çəkilmiş sözün sinonimini tapırıq. Çox asan bir testdir. Deyərdim ki, bayaqdan elədiyimiz testlərin içində ən asanıdır. Movie sözü kino, film sözü kino. 24-də cavab oldu B. 25-ə baxıram, antonimciklərini seçək. Başlayaq. 1. Happy, xoşbəxt, glad, o da xoşbəxt, məmnun. Yəni sinonimdir 1. 2. Light, işıqlı, dark, qaranlıq, antonimdir, bəli. 3. Fast, sürətli, slow, yavaş, bəli, antonimdir. 4. Strong, güclü, weak, zəif, antonimdir. 5. Clean, təmiz, clear, aydın. Bunlar da antonim deyil. Bizdən antonimləri istəyir. Antonim olacaq 2, 3 və 4. Nəhayət, axırıncı suala gəldik, çatdıq. 26-cı sual. Baxın, bu testi qətiyyən siz pas keçməyin. Bu test çox vacibdir. Çünki son zamanlarda qəbula mətnlər düşür və şəkillərə baxıb mətn qururuq. Çətin deyil, asandır. Uşaqlar əziyyət çəkirlər. Nəyə görə əziyyət çəkirlər? Çünki uşaqlar qrammatik qaydaları keçərkən testləri işləyirlər, tapşırıqları qəşəng işləyirlər, amma fikir vermirlər ki, cümlə quruluşu nədir. Mən isə o şagirdlərimə nə tövsiyə edirəm? Keçdiyimiz qrammatik qaydalardan istifadə edərək hər şəklə uyğun bircə dənə cümlə tərtib edə bilərsiniz. Məsələn, mən belə yazmışam. It was a lovely sunny day. Sevimli, günəşli bir gün idi. Aydın decided to go for a picnic yazmalıydım. To picnic yazmışam. For a picnic. Aydın qərara gəldi ki, piknikə getsin. He packed the picnic basket with different fruits, fresh juice, bread, some vegetables and sandwich into it. O, öz piknik səbətinin içinə müxtəlif meyvələr, meyvə suyu, çörək, tərəvəzlər, sandviç qoydu səbətinin içinə. Then he took his bike and went to find a place to sit. Daha sonra o velosipedini götürdü və oturmaq üçün yer tapdı. He saw a large lake. O gördü geniş bir göl. The view was amazing. Yəni görünüş, yəni ətrafın görünüşü əla idi. So he stopped by the lake, lay the clothes on the grass. Beləliklə o gölün yanında dayandı. Ora bir parça sərdi, yəni o altına sərdiyi piknik parçasından söhbət gedir. Otun üstünə. Aydın had lunch by himself, he was happy. Aydın tək başına günorta yeməyi yedi, o xoşbəxt idi. Mən bu şəkildə qurmuşam, siz istədiyiniz şəkildə qura bilərsiniz. Mən mətnə baxıb uşağın adını dəyişə bilərsiniz. Səbətin içinə mənim yazdıqlarımı yox, başqa şeylər yaza bilərsiniz. Məsələn, şəkildə alma və üzümü görünür. Alma və üzümü də qeyd edə bilərsiniz. Uşağın paltarlarını qeyd edə bilərsiniz, rənglərini, uşağın özünün görünüşünü qeyd edə bilərsiniz ki, bu yaraşıqlı oğlan, məsələn, Denidir. Onun narıncı saçları, qara gözləri və balaca qulaqları var. O, mavi şalvar və sarı koftasını, mavi şotikini və sarı koftasını geyinib piknikə gedir və s. Bu şəkildə də qura bilərsiniz. Yəni, mətn qurmaq görəcəli bir şeydir. Uşaqların xəyal gücü necədirsə o şəkildə qura bilərlər. Bugünkü test izahım bu qədər. Ümidvaram ki, test izahlarım sizin üçün faydalıdır. Zəhmətimin qarşılığı olaraq videolarımı bəyənməyi, yorumlarda öz qeydlərinizi yazmağı, kanalıma abunə olmağı unutmayın. Başqalarıyla bölüşün ki, daha çox insan faydalana bilsin. Bugünkü test izahım bu qədər. Sağ olun, hələlik.